Kanalıma abone olan, videolarımı izleyen herkese İnformatika Kodera test kitabından 3.3'ün, yəni mövzunun adı belə deyək. 3.3'də mətn informasiyasının kodlaşdırılmasıdır. Mövzusunda test 60'ın həllini sizə izah edəcəm. Kodera kitabından seçirəm, çətin testlərin həllərinin izahını edirəm. Digər videolarımda da var. Sizə lazım olan testlərin həllinə oradan baxa bilərsiniz. Test 60'da deyilir ki, 1/3 silinməklə 70% arxivləşmiş və Unicode sistemindən ASCII sisteminə çevrildikdən sonra məlumatın informasiya həcmi 30 bayt olmuşdursa, onun ilkin informasiya həcmi neçə bayt olmuşdur? Yəni 1/3 silinibsə, x bayt informasiyamız var, x bayt və bunun 1/3 siliblər. 3/1'in çıxsaq bu x-dan, bu riyazi misal kimi etmək olur. 3/3 x-a çevirə bilərik. 3/3 x-a çevirə bilərik. Ondan da 3/1 x-a çıxacaq. Deməli, bizim məlumatımız qalıb 3/2 x. Bu 3/2 x-ın da 70% arxivləşib. Deməli, biz 3/2'in özündən çıxmalıyıq bunun 70% arxivləşməsin. Arxivləşibsə, yəni sıxılıb deməkdir. Yəni bu çıxılmalıdır. 70, yox x yoxdur buradan. %70'i arxivləşib, yəni özündən çıxdıq. O da böyle sonra nədir? Unicode sistemindən ASCII sisteminə. Unicode'da bilirsiniz ki, 2 dəfə artıqdır ASCII-dən. Deməli 2 dəfə azalıb ASCII-yə çevrilibsə 30 bayt olub sonda. Gəl indi bunu adi misal kimi həll edək. Deməli, bunlar bilirik ki, sıfıra gedəcək. Bunlar bilirik ki, sıfırlar burada ixtisar gedəcək. 10'da 7, burada 10'dan da 2 ixtisar gedir, 5 qalır. Deməli, yuxarıda olur 3/2 x, yəni surətimizdə. 5'i də 3'ə vuranda 15'də 7 x. 2'ni də elə buradan 30'a vura bilərik. 60 bayt. 60 bayt. Deməli, 3'dən 15'ə ortaq məxric eləyəcək. 15. 3'ü 5'ə vurmuşuqsa 2'ni də 5'ə vururuq. 12. Bu da 15'də 7x bərabərdir 60 bayt. Yenidən davam edirik misalımızı. 15'də 10'dan 15'də 7 çıxanda 15'də 3 alınacaq. Bu da yenə 60 bayta bərabərdir. İndi buradan x-i necə taparıq? 60'ı vurarıq 15'ə. Bölərik 3'ə. Bunu həll edəcəyik. Deməli, burada bunu həll etmək üçün 60'dan 3'ü ixtisar aparırıq. Düşür bura 20. X da bərabərdir. 20 vurulsun 15 bayt. X da bərabərdir. Cavabımız 300 baytdır. Mən variantları göstərməmişdim. 300 bayt D variantındadır. İnformatika Kodera test toplusundan 3.3 mətn informasiyasının kodlaşdırılmasına aid 62 nömrəli tapşırığın test tapşırığının həllinə baxaq. Burada deyilir 256 simvolu minimal əlifbada kodlaşdırılmış məlumat Unicode əlifbasına çevrildikdən sonra yarısı silinmiş və 60% arxivlənmişdir. Bundan sonra məlumatın həcmi 40 bayt olarsa, onun informasiya həcmi neçə bayt olar? Bunu tapmaq üçün öncə verilənləri qeyd edək. Burada qeyd etmişəm. Məlumat ilkin olaraq 256 simvolu əlifbada kodlaşdırılıb. Bu deməkdir ki, 256 simvolsa 256 neçədir? 2 üstü 8. 8 bit, yəni 1 baytlıq sistemdir. Unicode əlifbasında çevriləndə 2 bayt olduğuna görə 1 bayt 2 dəfə artıb, yarısı silinib, 60% arxivlənib. Son nəticədə məlumatın həcmi 40 bayt olub. Bunu belə yazmaqda məqsədim odur ki, tənliyə çevirmək qaydası qarışıq olduğuna görə belə ardıcıl yazıb, sondan irəliyə doğru mərhələli şəkildə həll edərək gedə bilərik. Necə? Sonda nə alınıb? 40 bayt. 60% arxivləşəndən sonra, yəni x-in 60%-i çıxılandan sonra yerdə qalanı 40 bayt olub. Bu o deməkdir. Bunda belə çıxır ki, 0,4 x-imiz 40 bayt olub. Buradan da x nəyə bərabərdir? 40'ı bölsək 0,100 bayt. 100 bayt informasiyadan söhbət gedir. Sonra düz böldüyümü, bəli. Bu 100 baytın yarısı silinmişdir. Silinəndən sonra 100 bayt olub. Deməli, ümumi
informasiya neçə bayt olub? 200 bayt. Yarısı silinəndə 100 bayt olub ilk. Unicode əlifbasına çevrilmişdir. Unicode əlifbasına çevrilibsə 2 dəfə artıb. Yenidən qayıtsaq, yəni 208 bit axı 1 bayt, 2 bayt. Yəni burada da əslində 2 dəfə artıb deməkdir. Onda bu 200-ü yenidən 2-yə bölsək, ilkin formasına qaytarsaq 100 bayt olacaqdır. 100 bayt olacaq və deməli, baxaq tənlik üsulunda həllinə baxaq. Yəni tənlik kimi həll etməyə çalışaq. Bu geri qayıdaraq tapdıq. Birinci üsuldur. Kimə rahatdır bu üsullarla eləsin bu cür tənlik misalları, tapşırıqları. Gəlin ikinci üsul tənlik üsulu ilə həll eləyək. Deməli, burada deyilir ki, məlumat ilkin olaraq 256 simvollu əlifbada kodlaşdırılıb. Yəni, bayaqki kimi 8 bit və 1 bayt da kodlaşıb. Və 2 bayt, belə deyək, Unicode əlifbasına çevrilib, 2 baytlığa çevrilib. Yəni, x idi, olub 2x. 2x artıb. Yarısı silinib. Nə qalıb? X. Tənlik qaydası ilə belə gedə bilərik. Bu yarısı silinənin də əslində eyni nəticəyə gəlib çıxacaq. Sadəcə bayaqki qaydanı dedim, bəlkə tətbiq eləyə bilməzsiniz, tənlik sizə rahat ola bilər. Yəni 60% arxın 40 bayt olub. Buradan da o deməkdir ki, %40, yəni 0,4 x-imiz 40 bayt olub. Buradan da x-i, yəni ilkin informasiyamız x idi də. X-i tapsaq 40-ı böləcəyik 0,4-ə. Burada da x bərabər 400-ü 4-ə böləndə 100 bayt olacaq.